Bütün dünya Real Madriddən qorxur, Real Madrid də Barcelona'dan qorxur. Bir dəfə fan kluba gedib Barcelona formasında oturur. Utan Maresca'nın Chelsea-dən, Lampard'ın Chelsea-ilə fərq görürsən sən? 2026 girən kimi Premier Liqada şey oldu, Game of Thrones oldu. Mən əminəm ki, Bellingham'ın atası oturub deyir ki, abi çıxartdı bu zameni də da. Qərb Ekspresinin 2 dənə sualı var. Jude Bellingham niyə 90 dəqiqə oynayır? Rafinha kimi, yəni futbolu olmayıb da yəni. Maresca yaxşı məşqçi deyil. O ki, Şurada- Chelsea də yaxşı klub deyil də. Bu Chelsea Maresca'dır da. Bu Qardaşım yoxdur. yox. Estupiyanı vapşe bir sənəcə uzaqlaşdırmalısan heyətdən. Həyatdan hətta deyərdim. Bioloji analogiyalar davam edir. Kai Havertz bu çöndü. Kai Havertz kimdir? Sən Kai Havertz. Sən Kai Havertz-sən doğru. Kai Havertz kimdir? Sən də hə deyirsən. Kayfdasan da sən. Bu Enrique saxladı. Oxudu oyunu. Oxudu bilət. Oxudu bilət. 2026-da nəhayət ki bir araya toplaşa bildiyəm podkast Nəhayət. çərçivəsində. Bəli. Mərhabalar əziz izləyicilər. Salam əleykum. Burada bugün Samir qardaşımızın kədərli olduğu üçün biz də çox səsimizi çıxartmırıq. Görmüsünüz qaralara bürünüb. Mən kədərli deyiləm və Real Madrid fanatları kədərlidir biraz. Mən dedim onlara poddeşka verim. Bəziləri görən belə gəzirsiniz şəhərdə, gəzmirsinizlər. Fəxr eləyin ki, siz Madridistasınız. Necəsiniz? Təzə forma tapılmadı. Bank Hüseyin misalı. Sim Bağlı. bağlandı o şey. Mənim fokusumu tut oradan qardaşım, hamı görsün. Ha belənçinə. Real Madrid fan klubuna xahiş edirəm təzə forma göndərin də ona. Saçı Flamengo'da mənə forma gəlib. Yaşar, öpürəm səni Murat. Nəysə, Növbəti Samir verilişlərdə. özünüz Məndə bilirsiniz var da, ki, məndə də var. İkimiz də geyinin. özünüz bilirsiniz ki, Samir həmişə şov yapmağı sevir, türklər demişkən. Yəni bu mən Real Madrid azarkeşləri falan belə bəhanələr edir. Mən məsələn özünü sizə açıqlayım. Yəni sezon əvvəlində yadınızdadsa demiş ki, Real çempion olacaq. Bu gedişlə görür ki, Real ancaq ola İspaniya bilər. çempionatında da, yəni deyirsən, hə. İspaniyada da olsun, nə bilim, Var da neçə oyun var? Madriddə olsun. 18 oyun var da elə. Məhlədə olsun. Real nə olar bu mövsüm bu gedişdən? Yox. Mən bütün Barselona azarkeşlərini təbrik edirəm buradan səmimi qəlbdən. Siz dünyanın ən böyük klubuna qalib gəlib çempion oldunuz. Müxəmməlim. Bir bağışla sözü kəsirəm. Mən Reels üçün kadr deyirdim burada. Bilirəm, təzədən deyərsən onu. Hə. Sən xoşlayırsan belə şov yapmaq xəlat. Bir dəfə fan kluba gedib Barcelona formasında oturur. Utan Utan. Ziya'ya salam çox idi orada. O Ziyanı bilsən Ən populyar insandır orada. populyardır o. Persona non grata. Aha, bildiyinə gələn gedən Ziyaya salam, Ziyaya öpürəm, Ziyaya respektlər. Ziyay da. Ziyay. Ziyaya. Ziyan necəsən bura? Sağ olsunlar bu arada Samir də qeyd elədi. Dünən Familia Barcelona ailəsi fan klubu Fuad məni dəvət eləmişdi. Düz bir neçə dəfə də bizi dəvət eləmişdilər. Getməyə vaxt olmurdu. Axır ki El Clasico'da getdim. Yəni həyatımda ilk dəfə bir fan klubuna futbol Mən də maçı Penya'ya izləyirdim. gedəcəm də sənin acığı. Penya'da sən Reelsindən səs yazısı olub paylaşırdılar. Mən populyar insanam. Allah bu Barcelona fan klublara bizi də parçalayırlar. Özü birin bir tərəfə belə dartıb. Amma həqiqətən mənim həyatımda ən maraqlı təcrübələrdən biri idi. 27 ilin başında ilk dəfə bir fan klubla bir yerdə futbol izləyirdim. Əyləncəli idi. Düzdür, minus IQ yerindəcə olur o heç amma maraqlı bir şeydi. Orada da səhnəyə sağ olsun dəvət elədilər məni. Təşəkkürlərimi bildirdim. Orada da qeyd eləmişdim bunu. Burada da qeyd edirəm ki, bütün Barcelona azarkeşlərini çempionluq münasibəti ilə təbrik edirəm. Dünyanın ən böyük klubuna qalib gəldiniz bir daha. Məncə Barcelonanı böyük eləyən də burada Thierry Henry'nin gözəl bir sözü var deyir. Bütün dünya Real Madriddən qorxur, Real Madrid də Barcelona'dan qorxur. Kim sənə demiş? Qorxur. Thierry Henry sözü. Sən səhv deyə bilər də. Nəysə də bir maraqlı O sözdür. şeydə o Hə, Barcelona da oynayır bax, başqa nə deyirsən? Hə də. Sən də şey. sıçan pişikdən qorxur. İrlandiya əllə pas verən oyunçudur. Nə göstərsən? Sıçan pişikdən qorxur, pişik isə bitdən qorxur. Tom Zeri də da. olsun. O demək ki, bit sıçandan böyükdür də. Nəysə də. Bioloji analogiyalar davam edir. Kollektivdə biraz Barcelonalı adı çıxmış buydu. Bu da bütün altını vurdu. Real formasında oturdu. Ağzına qədər daşlık sattı burada. Nəysə. Sən tərifləyirsən sərdindən, mən dedim biraz reallar. Amma zarafat məndə də o şey var. Sən nəysə tərifləyəndə istər-istəməz qeyri-ixtiyari istəyirəm onu pisləyim mən də. Ona görə veriliş alınır da. Yoxsa bir-birinizi qırırıq bütün gün. Nəysə, Barcelona zor klubdur. Zor klubdur. Qutardı Qutardı verir. getdi. Hans Flick'in məncə heykəli qoyulmalıdır. Yəni adam hara istəyirlərsə qoysunlar, bir baş məşqçi kimi heykəl qoymalı. 8 final, 8 qələbə.
Və Barselona karyerası ərzində cəmi bircə dəfə Real Madridə məğlub olub hansı Flick. Bu mövsüm əvvəli, hə? Əvvəlində məğlub Həm də olmuşdu. sastavın yarısı yox idi Düzdür, Barselonada. oyunun totalına baxanda, yəni Barselonanın oyununu aşağılamaq üçün və ya şey eləmək üçün demirəm. Yəni situasiya belə idi də, bir komanda 11 nəfər futbolçuya qarşı oynayırdı. Yəni çünki Real Madrid bir komanda kimi görünmürdü ortada. Yəni Amma yenə də Barselona 2 dənə top buraxdı heç nədən. heç Mən nə. sizə bir söz deyim. Birinci təmdə ümumiyyətlə Barselona Realdan qat-qat yaxşı futbol göstərirdi, amma bu Barselonanın da zaslugası deyil də. Yəni. Kendisində heykəl falan hələ tezdir, mən onu gətirirəm. İndi Barselona fanatları üçün Flick əlbəttə ki, xilaskərdir. Flick çox şey eləyib, əlbəttə ki, sıfırdan demək olar komanda yığıb da, yəni orada olan futbolçular demək, Kubarsi falan, yəni onları heç kəs tanımayan bir futbolçular olub və onlarla düzdür Xavi gətirmişdi onları. Amma yenə də Flick Kubarsidən artıq mentalca olaraq, yəni yetkin futbolçu eləyib də onu da və Kubarsi artıq любой klubda da yəni oynaya bilən bir futbolçudur. Sadəcə akademiya deyil. Eynən də olsun De Jongu, yəni De Jongun dirçəlişi Flick'in altında oldu. Plus Pedri'nin də yüksəlişi. Pedro zaten De Jong Flick'siz də zor idi. Pik idi. Amma Pedri'nin potensialını tam olaraq Flick aça bildi. Yəni Rafinha'nı qoyuram həmişə kənarda. Rafinha ümumiyyətlə 10 ildir futbol oynamırdı da Flick'dən qabaq. Prosta bir dənə çox maraqlıdır. 10 il ərzində biri düşünmədi ki, Rafinha'nı sol qıraya atım. Marcelo Bielsa, Xavi, nə bilim ondan qabaq Rende olanda, Sporting. Biri düşünmədi, qardaşım, solda oyna, ala bu bomba kimi solda oynayır da. Bu Sakra'da pis futbolçu deyildi. Mənim belə də ən Niyə sən böyük vaxtında da məhsullar idi? ən böyük mənim məncə deyirlər take deyirlər də ingilis dilində onda. Mən bir həmişə fikir söyləyirdim. Belə Vuvuzeladan qabaq həmişə də uşaqlarla danışan dedim ki, Rafinha kimi, yəni futbolda olmayıb da, yəni bu transferdə, yəni soxublar Barselona. Gördülər kimi gəldi alırlar, al 60 milyon. 60 milyon nə şeydi? Al 60 milyon. Mənə də çoxları deyirlər ki, brat yox Rafinha assist edir. Brat bunun maksimum budur da, flankdan da, Leeds'da da eləyirdi, də, Championship'da da eləyirdi, Premier Ligada. Prosta qaçır, pas verir. Prosta qaçır, pas verir. Və Flick məni ipraf çıxartdı da Rafinha'nın bir yerdə və Rafinha çox böyük potensial var imiş Rafinha'nın içində, sadəcə sol krayda. Bəli, hətta hat-trick də eləyə bilərdi. 1-0-dan əvvəl bir üzbəüz. Çox babat qırıl oldu Rafinha. Fikir verirsən Rafinha'nın toplarına. Yəni baxırsan ki, yəni bu top girməməlidir qapıya, amma necəsə girir, amma təkbətək vuranmır misal. Xüsusilə də ikinci qol. İkinci qol. O nəli kaşet idi, belə. Qurası getdi непонятный. Və mən nəyə gətirdim ümumiyyətlə? Sən desən Flick'a heykəl falan. Yox, hələ biraz şey deyil, çünki Xabi Alonso hələ də bilmir. Yəni İspaniyada ümumiyyətlə rəqibi yoxdur hal-hazırda. La Liga çempionatı bu il maksimum Hollandiya çempionatından güclüdür. Maksimum da, yəni Atletico Bilbao'nu biz görürük. Nə bilim Sevilla'nı biz görürük. Bilbao'nun pis gündədir Bilbao. Pis gündədir Bilbao. Hə, belə Mən deyirəm də pis gündədirlər, hamısı pis gündədirlər. Yəni Barça Real da mükəmməl formada deyillər. Yəni bunu Çempionlar Liqa göstərir. Yəni Brugge-la oyununa okey, zamenlər yox idi, o yox idi. Yəni bu Brugge-dir. Zaten. Çox kiçik bir haşiyəyə çıxacağam burada sənə dəstək üçün. Keçən dəfə niyəsə, bilmirəm mən nə olmuşdu, oturub Valencia Elche oyununa baxırdım. Həqiqətən həyatımda gördüyüm ən bərbad oyunlardan biri idi. Championship-də random bir dənə oyun açıqdan maraqlıdır. Yəni İspan futbolu zaten həmişə öz taktikləri ilə məşhur olurdu və məsəl üçün əgər çoxsu dedik sən dediyin fikirdə, məsəl üçün mən gedib Elche Getafe'yə baxa bilmirəm, amma gedib Leeds United Wolverhampton'a baxaram. Amma sonra Elche Getafe çıxırdı, Wolverhampton başlayır Avroligada. İndi elə deyil, İspan klubları güc balı ilə orada dalaşırlar. Hətta ən yaxşı formada olan Betis Real'ın neçə hesabla uduzdu? 5-1 qurtarmışdı da. 5-2. 2 deyəsən. Yəni 5 dənə top. Atletico Bilbao Barcelona'dan 5 dənə top buraxır yarım finalda. Yəni Bilbao bu mövsüm ümumiyyətlə apartdılar. Çünki Çempionlar Liqası ilə La Liqada oynaya bilmir. Nə də olsa da Çempionlar Liqası gör necə pirriv oldu da brat. Əgər Brugge bacarıbsa, bu mövsüm yəni Brugge bunu bacarırsa, Atletico Bilbao da bacarmalıdır Barça-dan hardasa. Demirəm, dirəşçi, buraya oyun da yəni o başqa meydançada idi. Demirəm, ud Barcelona. Sən Brugge deyirsən, Brugge. Yəni Brugge-la Bilbao-nu sən müqayisə eləsən, Bilbao belə gedir də, Avropada deyirəm. Brugge də stabilni eyni şey göstərir də. 16-da 1, 8-də 1 qrup mərhələsi. Bilbao da düşür, qalxır. Yəni stabili baxımdan əlbəttə ki, sənlə razıyam da. Brugge stabil olaraq daha yaxşı klubdur, amma Bilbao'nun uğurları daha yaxşıdır da. Bilbao yarım finallar görür də, qeyri-stabil başqadır. Amma zaten sən İspaniya kubokunda, özdə bu super kubokdur, Bilbao həmişə orada yaxşı çıxış eləyib.
Və bu mövsüm tam bir abartılıqdır. Barcelona söhbətdə Super Kubok, yəni nə kubokdur sənin canın? Nə də olsa. Heç kimə lazım olmayan kubokdur da. Bilbao da bilirsiniz onsuz da çempionatda biz gündəyik. Nəyimizə lazım bu kubok? Yaxşı, uduzu bırak, amma 5-0 yoxdur. Xarizman saxlamaq 5-0-dan söhbəti gedir var da. də. Betis orada 5-1 uduzdu. Şey uduzmu ki, Rayo Vallecano uduzmu, Barcelona uduzmu da. Yenə də yəni Barcelona hal-hazırda nə bilim kimi deyim mən, PSG deyil də brat da. Yəni o formada deyil PSG ki, deyil. hamını udur dalbadal Deyil, amma edir də. potensialı kifayət qədər yüksəkdir və bəzi oyunlarda PSG kimi oynaya bilir. Oynayır. O da həmən oynadı. Yenə də Barcelona da qeyri-stabildir. Okey, sən dedin, indi Barcelona 10 oyunda hamını udur. İspaniya çempionatında və okey, Çempionlar Liqasında da 1-2 dənə oyun düşür də bu 10 oyuna səhv eləmirəmsə. Amma yenə də Rafinha olmayanda Barcelona axsayırdı. Bu uje pis əlamətdir də. Yəni bir futbolçu olmayanda sən axsamamalısın, əgər sən top klubsansa da. Yəni Barcelona, Real, Liverpool belə şeylər yaraşmamalıdır. Məsələn, Pep Guardiola da Iniesta olmayanda Barcelona yenə udurdu. Çünki mexanizm işləyirdi. Və mən də bunu gətirəm ki, İspan çempionatı çox zəifliyib və Barcelonanın bu hələ ki, bu qələbələri, Realın bu qələbələri heç kəsi aldatmamalıdır. Çünki qabaqda Çempionlar Liqası var. Yəni yenə qayıdırıq bu Brujnla oyuna. Brujnla əziyyət çəkən komanda, yəni deməli stabil komanda deyil. Bəlkə də bundan sonra stabilləşəcək, amma inanmıram. Çünki məncə Barcelonaya 1-2 dənə transfer lazımdır. Realla oyunda, yəni Barcelona sadəcə hesab olaraq qalib gəldi. Çünki Realla Barcelona arasında gedən oyun sanki Bristol City, Coventry City oyunu idi. Oyun ötürmələrdə mən bir 10 dənə səhv saydım, birinci tayımın, yəni 10-cu dəqiqəsinə qədər. Birinci mərkəzdə ötürmələr elə bir Real qoydum kənara. Vəhşi bərbad idi Real. Çünki indi onu danışmaq istəyirəm. Çünki Xabi Alonso dirəşib ki, mən 4-4-2 oynayacağam, mən 3-4-3 oynayacağam, amma mən 4-5-1 Realla oynamayacağam. Real bəlkə də dünyada yeganə klubdur ki, Real Madriddə və məncə Manchester United də belə klubdur. Bu iki dənə klub həmişə bunu oxşadırdı bu xüsusiyyətləri. Bunlara taktika lazım deyil. Bu motivasiya ilə işləyən klublardır. Onlara motivasiya lazımdır. Motivasiya lazımdır. Başqa heç nə. 4-4-2 Bellingham, Valverde, Camavinga. Heç birinin, yəni Bellingham okeydir, Bellingham hardasa pas verə bilir də, pasla oynaya bilir, amma Camavinga ilə Valverde onların ancaq long bolu var. Başqa bu, sən 4-4-2 oynayırsan, İngilis sistemi ilə gedirsən, onda long ball oyna. Amma sənin sol cinağın və sağ cinağın long ball elə bilmir. Casillas yəni 3 ötürmə edə bilmir qabağa 3 metrə. Qaldı ki long ball. Asensio vəbşə mən toxunmuram da. Asensio ümumiyyətlə futbol oynaya bilmir. Multifilm idi o başda. Yəni Asensio səncə də Asensio belə Ramos'un mini versiyasıdır. Yəni prosta лишь бы gəlsin движух yarasın, движениyalıdır belə Asensio. Bəlkə də bu xarakter mental olaraq sınmasa, yəni Ramos kimi ola bilər, mental olaraq sınmasa. Çünki mənə görə Ramos da yaxşı müdafiəçi deyildi. Nə cavanlıqda, nə öz prime-ında. Yəni Ramos sadəcə fiqura, əla fiqura idi. Amma Ramos'un 1-2 dənə qəşəng statistik var idi. Məsələn, başdan oyun gol vurmaq istəyir. Yəni Ramos'da bu var, nə 90 gol vurdu, 89 gol vurdu. Nəsə belə bir şey. Və mən ona qədərəm. Yəni Asensio-nə sən long ball oynaya bilmirsən. Okay, mən başa düşürəm, travmalıdır Alexander Arnold, amma oyunla da sən long ball oynamırdın. Yəni Arnold'un ötürmələri yox idi. Bu oyunda isə Camavinga ilə Valverde ancaq çalışırdı Vinicius top ötürsünlər. Və Xabi Alonso Barcelona'nın oyunda fikirləşdi ki, yəni mən zonaları boş saxlayım. Bu Barcelona üçün padarkat da zonaları boş saxladı. Və Real'ın oyunçuların üzərində fiziki iş daha çox düşür. Və onlar fiziki olaraq çatdırmağa çalışırlar hər bir zona və hər bir zona məsələn 4 dənə kvadrat böldü, mən belə gördüm. Burada Valverde'dir, burada Bellingham'dir, burada şeydir. Bellingham kayfı duranda oynayırdı həmin oyun. Kayfı duranda yəni dedi ki, mən oynamıram da, mən oynamaq istəyirəm, axot yoxdur mənə. Kimləsə danışırdı, o da eləyirdi. Yəni Bellingham oynamaq istəmir. Xabi Alonso çatmır Bellingham oyundan çıxartsın, Ardanı oyuna salsın. Valverde, okey, Valverde zədələndi. Razıyam. Valverde zədələndi. Səndə zaten Arsenalında səndə var da 3-4-3 sxemi. Sol Valverde'nin yerinə Bellingham çıxarsa, Arda Güləri sağ, Ceballos sağ. Ya da Tchouaméni qoy bura 3 защитник oyna. Carreras, Asensio, Huijsen. 3 защитникlə oyna. Sağ onları 3-4-3 uduzursan da, yox, Bellingham axıra kim oynadı? Bu yetim Arda sağ cinaqda oynadı, müdafiəçi, mərkəz müdafiəçi oynadı. Bir dənə öz pozisiyada bu insan oynamadı. Rodrigo niyə 4-4-2-də çıxır Vinicius'un krayında? Sən 2 dənə futbolçunu, eyni tipli 2 futbolçunu atırsan eyni kraya və Rodrigo istər-istəməz buna görə həmişə mərkəzə çəkilirdi. Rodrigo mərkəzdə lazımsızdır.
Yəni mən əminəm ki, Xabi Alonso bunu bilir də. Yəni mən bunu görmüşəmsə, Xabi Alonso məndən qat-qat çox bilir. Niyə bunu eləyir? Mənə yenə də çatmır. Və oyundan sonra qayda dedi ki, bu oyun mənə lazımdır, bizə lazım deyil. Önəmli oyunumuz deyildi. Yəni bu uca zəiflik əlamətidir. Önəmli oyun Real Madrid üçün hər bir oyun önəmlidir. Şin Əli ətə çatmayanda söhbət eləyib orada Xabi. Rodrigo qaçır mərkəzə, Vinicius ancaq. Yəni Vinicius heç nə eləməsəydi, yəni 3-0 olacaqdı. Real Madrid çempion olsa, Xabi Alonso düz danışacaqdı onda. Yox, mənim proqnozum sadəcə. Yox, vəbsə deyirəm, mən çox maraqlı. Yox, mövsüm sonunda Real Madrid çempion olsun, çünki Vinicius və Mbappé-nin hesabına olacaq. Onu demirəm. Demək istəyirəm ki, çempion olsa və Xabi Alonso belə çıxır ki, düz yanaşırdı və düz kommentari bildirdi bu oyun barəsində. Yox, sən zaten finala çıxmısan axı, bro. Yox, indi pul verilib, komanda gəlib, Səudi Ərəbistana gəlib. Uduz betsə də. Betislə oynamayıb Atletico Madrid. Atletico Madrid. İnan ki, Real Madrid bəlkə Atletico Madrid daha udmaq lazım idi ki, Atletico Madrid istərsəniz bir sənəcə eyni şəhərin təmsilçisidir. Barcelona onsuz da 5-0 hesabı ilə 5-2-1. Məntiqsiz Məncə o qədər də. şey Hangi deyil. oyunda Atletico böyük hesabla məğlub olmuş. Sən deyirsən ki, bəlkə onun intiqamı üçün Atletico Eyni şəhəri təmsil edən komanda istər-istəməz biraz şeydir. Yox, elə şey yoxdur. Yəni Barcelona derbisi başqadır. Başa düşürəm. Bu başqadır. Anlayıram səni. Sadəcə olaraq çempionatda artıq sən bir dəfə udmusan Barcelonanı. Yaxı zaten sən finaldasan da. Finaldasan, amma yenə də bu bir sənə ölüm diri mübarizəsi kimi baxmırdı o oyuna. Və mən Xabi Alonso'ya baxıram. Düzdür, derbide udmaq lazımdır. Hə. Amma udursan, yəni Xabi Alonso elə fikirləşir ki, yəni mənim üçün bu oyun heç nədir. Çünki sezon sonu da deyil. Hələ sezonun nə qədər oyunu var, Çempionlar Liqası şansımız var, İspaniya çempionatı şansımız var. Bu oyuna mən sonda o tərəfdə qalib olsam heç vecim olmayacaq. Mən razıyam Əli. Yəni mən demirəm ki, yəni mənim proqnozum oldu ki, Real Madrid çempion olacaq. Yəni hələ də mən buna inanıram. Bilmirəm niyə görə, mən prosta proqnoz verdim də. Yəni mənim dediyim odur ki, sən desən ki, sən oyunçuları yormaq istəmirsən, hə? Yormursan oyunçuları. Amma sizə pul veriblər. İndi La Liqanı valik eləyiblər. Klubları hara istəsə daşıyır. La Liqadır, Serie A'dır, yəni heç bir Fransada da Kuveytə getdi PSG-nə Marseille. Premier Liqa kimi heç bir çatmır ki, desin ki, Allah nəsə ərəb ölkələri üçün eləmək istəyirsən, gəl bizim klubumuzu al. Almırsanız bas bayrağı buradan. Nəhayət İngilislər də başlayacaq. Eləyə bilmirlər qardaş. Şey eləyəndə gedirlər indi orada oynayırlar onu. Ya oynadın, sən çıxdın da finala. Sən bu boyda yorucu futbol niyə seçirsən axı taktik olaraq? Əgər sən yormaq istəmirsən. Yəni Kamavinga uca bilmirdi hara qaçsın. Çünki bir dənə tam olaraq zonanı verib Kamavinganı və mən status paylaşdım şeydə. Dedim ki, Kamavinga ilə Valverdeni buraxıblar Pedri'nin De Jong'un üstünə. Yəni Pedri De Jong paslaşa yorurdular. Valverde zədələndi ümumiyyətlə. Çünki yorulurdular. O səhv ötürmələr niyə görə idi? Çünki Xabi Alonso düşünürdü ki, bunu Bellingham hardasa 35-ci dəqiqədə tutdu. Arda Güler isə bunu yəqin oyuna izləyə girən kimi tutdu bu məsələni ki, yəni mən pas verməməliyəm. Mən bu epizoddan öz fərdi xüsusiyyətlərə görə çıxmalıyam. Və buna görə ötürmələrdə səhv idi. Və Valverde, bir dənə kadrlara baxarsanız, Valverde, Kamavinga, Bellingham, Huijsen arasında çox böyük məsafələr var idi. Bu o deməkdir ki, sən fərdi fintləri üzərində nəsə dribling göstərsən, o epizoddan çıxarsan və Barcelona'nın pressingini qırmaq üçün çox əla taktikadır əslində. Sadəcə səndə Kamavinga, Bellingham və Valverde olmamalıdır bu taktikada. Bu taktikada səndə Vitinha olmalıdır. Səndə də Vitinha yoxdur. Bu taktikada da Virts olmalıdır. Səndə də Virts yoxdur. Arda Güler'in var, amma sənin götün çatmır. Bellingham zamanında saxlayıb Arda Güler'ə şans vermək. Oyundan 15 dəqiqə qalmış Real Madridin rəsmi səhifəsi ilk 11-lik paylaşdı və ilk 11-də taktiki düzülüş belə 4-3-1-2 forvardın arxasında 10 nömrə Arda idi. 5 dəqiqədən sonra postu silindi və Arda zamanında Bellingham 90 dəqiqə oynamadı. Yəni Bellingham bir dənə qəşəng epizodu oldu. O da Rafinha imkan verib pas versin, amma yenə Bellingham o topu itirmişdi də. Daha onun dalınca qaçmalı idi. Ümumiyyətlə ikinci gol, dəcə ən birinci gol, Rafinha'nın birinci golunu orada görsən, yəni desən Valverde səhv ötürmə. Yox, Rodrigo Kamavinga'ya səhv ötürmə verdi. Burada durduğu yerdə, çünki onlar bilmirlər nə etmək lazımdır. Çox böyük bir space'lər var idi, yəni məsafələr var idi oyunçular arasında və burada sən fərdi imkanlar fərdi fintlər göstərməlisən. O imkanlar var idi Real Madrid oyunçularda. Bu niyəsə göstərmirdilər. Bax, Real Madrid dediyim kimi də bir oyunsuz çıxmışdı. Bu türklərdə bir şey var, deyir, bunu deyə bilərəm amma isbat deyə bilmərəm. Yəni mənə elə gəlir Xabi Alonso'nun oyundan əvvəl maksimum belə məşq kimi elədiyi şey Vinicius'un qulağına pıçıldamaqdır ki, Mbappé yoxdur, çıxar qoysun üstündəki görə kimdir Realda boz. Mbappé bir dənə o motivasiya oynayırdı ki, çünki yarı finalda Simeone də onu qıcıqlandırmışdı. Mbappé yox, Vinicius. Vinicius. Hə, Vinicius'un ustalığı ilə bir gol gəldi 1-1.
İkincisi qolda elə də oradan ayaman, bayaman. Yəni Barselona müdafiəsi də çox pis oynayırdı. Kündə pis oynayırdı. Çox pis oynayır, onsuz zaten boyu Zaten buraxır Pis. da. Yəni Barselona yaxşı futbol oynadı. Yenə deyirəm, Barselona oyuna kölgə salmaq istəmirəm, amma yəni Barselonanın qabağında bir dişli komanda yox idi. 11 dənə futbolçuydu, fərdi şeylər idi. Yəni Xabi Alonso'nun əvəzləmələri çox pis idi. Sən demişkən Arda'nın oyuna çıxmaması zaten başlı bir sual işarəsi idi. Mən Ələkbər abiyə sual vermək istəyirəm ki, məsələn, keçən Carlo Ancelotti Real Madriddə pis oynayırdı. Xabi Alonso'nu gətirdilər, Real yenə pis oynayır. Yəni burada yeni baş məşqçi gətirməyin nə mənası qaldı onda Real üçün? Yox, burada bir dənə məsələ var ki, o Ancelotti'nin son ili idi. Okey də bu çimadanla Nastroyen'de bilirdi ki, gedir məsələn Braziliya, həm də alınmadı, həm də sezon uğursuz oldu. O heç. Amma yeni bir məşqçi gəldi, yeni bir ideologiya deyə, yeni bir baxış tərzi. Ona görə də Xabi Alonso mən inanmıram ki, Real'a gəlib ki, 6 aydan sonra vidalaşsın öz içi ilə də. İndi müxtəlif bir şeyləri fikirləşir, müxtəlif bir oyunçuları müxtəlif bir yerlərdə sınamaq istəyir. İndi alınmasa belə, mən inanmıram ki, Florentino Perez onu tez... Həqiqətən razıyam səndən, elə bu düz deyib də. Yəni elə bir Xabi Alonso həmişə də yoxlayır da. Hə. Hələ də bilmir nə futbol oynayacaq. Ona görə də bəlkə də sezonun sonuna kimi, hələ ki okeydir hər şey. Amma tədricən deyə yanvarın sonu, fevralın sonu həll edici bir momentlər olacaq ki, bu sezonun gedişatı necə olacaq. Məsələn, Real bu dəqiqə çempionatda hal itiklərə məruz qalsa, demək olar ki, əsas momentdə bunlar qopacaqlar Yarışdan. Hə. Aydın məsələ ki, Çempionlar Liqasında bunlar çıxacaqlar da 8-də 1-ə. Yəni orada olacaqlar. Hələ vaxt var məsələn marta kimi. Amma çempionatda həll edici oyunlar olacaq və biz indi baxacağıq o komanda reaksiyasına. Məsələn indi bu həftə sonu oynayanda biz görəcəyik ki, Real Madrid növbəti rəqiblə oynadıqda bilmirəm kimdir rəqib, amma problemsiz bir oyun olsa, problemsiz bir məsələdə qələbə qazansalar, belə çıxır ki, Xabi Alonso'nun doğrudan da planı o idi ki, yəni bəlkə indi Arda'nı dəyişdi, biraz taktiki dəyişiklik elədi ki, biraz gözə bir şey olsun da, Barcelona gözünə ki, Real Madrid da həll elədi, çempionatda bunları aparacaq. Yəni əsas məsələ indi komanda reaksiyası necə olacaq bu növbəti 2-3 turda və aydın məsələdir ki, əgər Real Madrid bu şeylərdən hal itkisiz çıxsa, yenə də qalacaq mübarizədə və Xabi Alonso da belə çıxır ki, bir planı var ki, hansı ki, belə deyim də, bu tituldan olum, amma növbəti titullara doğru gedim. Və belə bir məncə yanaşma tərzi var onun. 50% mən səndən razıyam, amma 50% burada bir şey var. Məsəl üçün var motivator məşqçilər, motivasiya verən məşqçilər. Xabi Alonso onlardan deyil. Bir də var taktik məşqçilər. Bax, Xabi Alonso onlardandır. Və Xabi Alonso mənim yadımdadır, Bayer Leverkusen tezə gələndə Bayer Leverkusen, yəni deyirsən ki, məsələn 5-dən uzada uduzmuşdu, nə bilim belə də uduzurdu da, yəni ilk O gəlməmişdi qaba, pis gündə idi o. Pis gündə idi və o gəldi, oyun düzəldi Bayer Leverkusen-da. Yəni onlar çox pis vəziyyətdə 10-cu yerdən aşağı idi. Ona görə də Avroliqaya düşdülər, heç Çempionlar Liqasına düşmədilər, Qarabağdan düşdülər. O gəldi, vəziyyəti dərhal düzəldə bilmədi. Lakin o oyunu göstərir ki, mənim oyuna baxırsan, görürsən ki, Bayer Leverkusen oynayırdı, bomba kimi də oynayır. Sadəcə rezultat qazana bilmirlər. Və burada səndə yaranır ki, yox, gələn mövsüm nəsə gözləmək olar bu komandadan. Bu məşqçiyə vaxt vermək lazımdır. Çünki taktika var idi. Çünki hər taktiki gediş, ancaq taktiki gedişlərlə oynayan məsələn taktik məşqçilər ümumiyyətlə onların fəlsəfəsi var və onlar öz fəlsəfəsindən gedirlər. Rezultat olmasa belə sən fəlsəfəni meydanda görürsən. Dezerbi, Potter'ı nə qədər söysələr də Potter'ı. Yəni Guardiola, Luis Enrique mən qoyuram kənarda, yəni bunlar əmidlər. Onlar heç. Yəni belə insanlar baxsan ki, onların taktikası var və onlar rezultatda oynamırlar. Bu fəlsəfəni çalışırlar yeritsinlər həmin komandaya. Real Madriddə bunu etmək faiz sıfıra bərabər deyil, amma yəni mümkünsüzdür də bura. Çünki səndə komandada dünya çempionu. Yəni bu virs deyil. Vini şey deyil, Boniface deyil. Bellingham virs deyil. Biri Avropa çempionatı finalında oynayır, Çempionlar Liqasını qazanır. Vinicius Amerika Kubokunun finalında oynayır, Çempionlar Liqasını qazanır. Nə bilim, Rodrigo'nu götürək. 3-4, birinin də 3-4 dənə, birinin 5 dənə Çempionlar Liqası var. Yox, onları qoy qırağa. Arda Gülər belə bir şeyə narazılıq eləyəndə markada manşet olur. Yəni Real Madrid o qədər diqqət istəyirlər də o. diqqət nəzərində olan. Söhbət nədən gedir? Bax, taktika nədir? Məsələn,
mən, sən, biz 3 nəfər yarım müdafiə, Muxa da bizim məşqçimizdir. Muxa məndən soruşmursan, bilirsən nə bacarırsan? Burdan Allah amanına, nə istəsən elə. Yox. Muxa deyir ki, sox çivə. 3 metrdən sonra Ələkbərə pas verirsən. Ələkbər 3 metrdən sonra qayıdır bura. Mən deyirəm, niyə qayıdır? Sox çivə. Ələkbər qayıdır bura. Ələkbər də bura qaydanda topu verməlidir pas Elçinə. Elçin deyir ki, "A müəllim, mən уже gəlmişəm bura. Səndən soruşan var." Mən deyirəm, ver Elçinə də. O sən taktikada 1-2 dəfə ona Unai Emery də belə oynayır da məsəl üçün. Sən 1-2 dəfə bunu elədin, уже Ələkbərlə Sami görürlər ki, "Ay yox, müəllim düz deyir, Muxa düz deyir, olunur, oynayırıq. Qaqaş biz oynayırıq." Ha burada görsənir ki, Xabi Alonso görsənir ki, yəni Kamavinga öz kayfında oynayır. Yəni mən də yenə qayıdıram o söhbətə. 4 dənə kvadrat verib, hər öz kvadratında Rodrigo'ya o şeydə pozisiyada nə etmək lazım idi? Rodrigo o pozisiyada Kubarsi ilə De Jong'u qopmalıdır öz tərəfə. Necə ki misal üçün Adday Kukurela'ya qarşı eləyib, aparırdı onu mərkəzə. Rodrigo'nun deyildi. Çünki Rodrigo sənə öyrəşib, həm Ancelotti vaxtında, qaqaş səndə fint var, sən sağda oynayırsan. Solda Vinicius var da məndə. Sən sağda oynayacaqsan. Ha bunu buraxıblar qabaqda Vinicius, bu şeydə, burada da Rodrigo. İkisi də bərk qaçandılar. Rodrigo deyir ki, mən qaçsam, bu da qaçsa, misal üçün düşünür də. Ay biz ikimiz qaçacağıq, hara qaçacağıq? Propka olacaq orada. Rodrigo çəkilir mərkəzə, uje itirir öz sol ayağını. Uje itirir. Vinicius qaçırıb, buradan qaçırsınız. Vinicius bu Carreras ümumiyyətlə qoz qoymur. Vinicius girir Ştrafnoya, yazıq əlindən gələni eləyir, Mbappé də yoxdur. Bir dənə pas heç kim çatdırmır. Çünki Rodrigo'nun Vinicius çox sürətli idilər. Heç kim çatdıranmırdı Hollandalıca. Orada bir dəfə Valverde Zabek elədi, travma oldu, çıxdı meydandan. Kamavinga isə qabağa gedəndə bu işi Bellingham görməli idi. Box to box oynamalı idi. Oynamır da o adam. O da oynamır çünki Bellingham deyil. Çünki Bellingham gəldiyi Pep Carlo Ancelotti dedi ki, sən Benzema kimi false nine oynayacaqsan, sən qollar vurduracaqsan, qol kralı olacaqsan. O köpək balığının dişinə qan dəyir, gicə olur. Adamın o dişinə qan dəyir. Deyirsən delfin olmalısan. Ha, box to box oynamaq istəmir də ki, mən qol vurmaq istəyirəm. Pastiyan gedir qabağa, qabaqda orta boş qalır, ləyənə dönür orta sahəmiz. Amma yenə də buna rəğmən oyun sonlarındakı Mbappé arada girdi oyuna, 2-dən böyük şans əldə keçirdilər. Onu da batırdılar işte. Görsən kim idi orada? Carreras. Carreras nə edirdi orada? Problem nə idi? Çünki yenə görsən məşqçi gedişatından heç kim qulaq asmır. Hə, xaosdur da. Yəni Carrerasda kim vardı istəyir oynayır. Deyəsən ki, qardaşım sən orada nə atdırırsan, sən keç flangında oyna. Kim istəyir oynayır. Asensio qaçır Pedri'yə fol eləyir orada. Asensio orada vəbşə nə edirdi? Niyə öz pozisiyada deyildi Asensio? O necə belə baş verdi? Deyim ki, abla taktik oyuna gediblər qabağa. Yox, elə deyildi axı. Kamavinga topu atırdı. Vinicius topu qəbul edirdi, atak başlayırdı. Hə, hurra gedirlər, hurra qayıdırlar. Başqa bir şey yox. O söhbətdir. Mən o burada Xabi Alonso'nun fəlsəfəsini görməmişəm. Düzdür, mən Xabi Alonso'nun Real Sociedad'ın B komandasında göstərdiyi performansı izləməmişəm. O sıra basmayın burada. Amma mən bunun haqqında oxumuşam. Və ona görə Bayer Leverkusen onu götürüb, sırf ora baxıblar. Çünki orada da o öz fəlsəfəsini göstərib. Xabi Alonso həmin İspanlardan olub ki, yəni biraz daha çox Luis Enrique'yə yaxın bir İspan məşqçisidir. Nəinki Pep Guardiola məktəbinə yaxındır. Xabi Alonso da həm pressing, həm kontrhücumlar, hər şeydə, yəni flanqları çox istifadə edir Xabi Alonso. Necə Luis Enrique bunu edir. Amma Realda mən bunu görmürəm. Səndə hər şey var. Sadəcə Xabi Alonso elə bir onlarla bacara bilmir. Sən Vinicius'u 90 dəqiqə niyə meydana sal? Ey Vinicius deyirəm, Bellingham'i. Yəni bu absurddur, bura. Mən əminəm ki, Bellingham'in atası oturub deyir ki, abi çıxartdı bu zəminə də da. Amma mən o əsəbləşirəm öz oğluma baxanda. Evet, bildiyim məncə avtoriteti çatmır. Klubda avtoritet yox. Bellingham'in nə avtoriteti? O Vinicius zəmində oturur, Bellingham oturmur. Otururdu da görmədim başına gələnləri. Bütün mətbuat linçləyirdi Xabi Alonso. Hə, doğrudan. Ən yaxşı oyunculardan idi. Dünən onu da çıxartdı Vinicius. Bu da Vinicius da çıxartdı meydandan. Bellingham yenə qaldı meydanda, bro. Amma Simeone zarsa soxmuşdu ya ona. Simeone aydın məsələdir ki, o qıcıqlandırır da. Hə də o qəsdən bunu edir. Simeone oyuncu kimi də həmən söhbətlər edir. Simeone dəyişmədi. Yəni ondan xarakteri dəyişmir də.
Bence El Clasico'dan bu kadar bəsdir. Yavaş-yavaş keçək Premier Liqaya. Onsuz da bir həftə arada bizdə fasilə oldu. Yəni 2026 girən kimi Premier Liqada şey oldu, Game of Thrones oldu da. Yəni O Premier Liqada kana baş verir. bildiyin Mən o yadımdan çıxdı hansı turundan vaxt oynayırlar. hə, o bax şeydi Boxing Day-də ləğv elədilər deyə midweeklər saldılar bir iki dənə. Mən şota Həmin girdim ki, Boxing Day-də faktiki Eyni şey olaraq. oldu. Hə, Eyni şey şey Boxing Day olmayacaq. Mən dedim ki, yəqin oyun olmur da. Oturdum televizyon yandıram, baxıram. Çünki bunlarda adətən Arsenal'la Boxing Day-dən şey sonra bir 10 gün fasilə var. Hə, ya. 10 gün fasilə Arada var, hələ bir şey. dənə kuboku da soxdular. hə, bir şeydi FA Cup oyunları da getdi. Amma yəni istəyirəm çünki orada böyük klublar deməyim, adı olan klublarda baş məşqçi qətliamları baş verdi. Onu da açmaq olar. Mareskanın qələmini qırdılar, arxasıca da Ruben Amorimin qələmini qırdılar və onsuz da məlum məsələdir ki, heç bir məşqçinin pis performansına görə olmadı. Sadəcə iqtidar savaşı gedirdi orada. Mareskanı qovmalıydılar burada. Məşqçilərin kəlləsi. Mareskanın ancaq Chelsea fanatları, bəzi Chelsea fanatları o mən Dünya Çempionat söhbətində olanda Luis Enrique'ni saxladı, oxudu oyunu, oxudu belə. Oxudu belə. Yox, Mareska yaxşı məşqçi deyildi. mən razıyam. Bu hype cümlələri heç də öz yerinə qoyuram. Amma yəni adam gəldi Chelsea-yə, konferans liqası aldı. Bu xaos içində bax bu xaos Chelsea ilə 4-cü yerdədir. Brat, House Chelsea nə deməkdir, brat? Brat, sənin sastavında 44 dənə. Xaos odur da. Yox, brat, bu qaleriyadır, qardaşım. Aynen. Siz niyə buna belə yanaşırsınız? Cidden Garnaço ilə qaleriya oldu. Qardaşım, Onlar siz- maksimum Kim istədi Bərbərxanda Garnaçonu? qaleriya O olar. istədi Garnaçonu, bura Mareska O istədi. istəmədi də. Məsələ odur. Necə istəmədi? Mən- Kim deyir? Niyə Mareska- saladı oyunu onu? Alıb deyiblər ki, Öyle şey oynatmaq yoktu. O 22 dənə futbolçu sezon əvvəlində 22 dənə futbolçunu istəmişdi o. Düzberi kolu kim aldı? Kimi? Düzberi kolu kim almışdı? Nasıl tanımıram onu? Tamam. Düzberi kol Leicester'dan bir yerdə gəldi Maresca. Maresca Leicester'daydı. Düzberi kol ən yaxşı onu futbolçuydu. bildim. Niyə aldı onu? Haosun içində olan Chelsea. Ha, brat, Maresca deməzən sən bilər. Maresca Elə alçaltmırdılar ya. Yox, brat, Maresca yaxşı məşqçi deyil, brat. Yəni qutardı, getdi. Maresca yaxşı məşqçi deyil. O ki, Suda- Chelsea də yaxşı klub deyil də. Bu Chelsea Maresca'dır da. Bu Qardaşım, yoxdur yox, boşuna. bu Chelsea, mən də Chelsea yerinə olsam, bax misal üçün, okey, sən mənə dedin ki, mən bu Adebayoları, Chukwuemeka istəmirəm. Mən sənə verdim 23 futbolçu, seç. Hansı şey prezident bunu deyə bilər sənə? O deyir ki, seç qardaşım, nə istəyirsən seç, qanun mənli idi. 23 dənə futbolçu seçdi. Garnaço niyə gəlirdi? Valla mən mətbuatda Çünki Maresca Maresca istəmir. Mətbuat Qardaş orada qardaş problem deyil ki. Düzberi kolu niyə almışdı? Yox, onu tanımırsan deyirsən. Düzberi kolu niyə almışdı? Bruce o kimdir? Düzberi kolu niyə almışdı, brat? Abi, 60 milyona. Niyə Bu almışsın? bu Qərb Ekspresinin 2 dənə sualı var. Jude Bellingham niyə 90 dəqiqə oynayır? Düzberi kolu niyə almışdı, brat? brat? Və sonra sən onu yarım ildən sonra verirsən Everton'a. Everton, İndi aynen. Everton'da Grealish'dən bir yerdədirlər. Bomba kimi də oynayır Everton'da. Yəni söhbət bu söhbətdir. Chelsea yəni bu biraz biz şey eləyirik, yəni belə bir bəraət qazandırmağa çalışır. Chelsea çox bomba sastavdır bura. Hər pozisiyada pik oyunçu var. Brat, Caicedo ilə Fernandes oynayır. Bu da nə lazımdır sənə? Estevao, Braziliya ən potensiallı futbolçu səndə oynayır. Da nə lazımdır sənə? Cole Palmer səndə oynayır. Nə lazımdır, brat? Səndə bir flanqda 3 dənə sürətli oyunçu var. Pedro Neto var. Səndə hər bir dəqiqəyə oyunçu var, brat. Bax 60 dəqiqə Pedro oynamır da. 20 dəqiqə Pedro buraxır, qaçır dayanmır. Sürəti də FIFA-da 95-dir. FIFA. Hə də, hə. Yəni nəyinə ölçün başqa? Yəni uçur da bu oyunçu. Driblingi var, hər şey var. Səndə müdafiəçi və Kukurella yetim Burak Pitbull deyə bura. Rhys James. 98 dəqiqə qaçır. Nəmi ki şey dayanmır, utanmır bura. Qaçır. Rhys James var. Mərkəzdə oynayır, sağda oynayır, müdafiədə oynayır, qapıda durur. Da nə istəyirsən? Bu bir sənə söhbətdir. Ayda Maresca xaos. Ya niyə yoxdur xaos? Xaos Maresca yaradıb. Xaos Maresca'dan qabaqki məşqçi yaradıb. Səhvi oydu. Pochettino yaradı. Pochettino yaxşı məşqçi deyil çünki, Bu bro. Liam Rossignol. Ha, nə deyirsən? Bax, xaosu Lampard'a inanmaq lazım idi o vaxtı. Ha. Lampard demək lazım değildi. Okey, James Lampard'a Ha, inanmaq. bax bu ilə razıyam. Bax Chelsea mövzusunda bayaqdan də razılaşdırdım. Bax, Toçkaya gəldi. Lampard'ın yerinə Tuchel də gəlmişdi Lampard. Yoxsa Tuchel ondan qabaq idi. Tuchel ondan qabaq. Tuchel ondan qabaq. Tuchel. Qabaq idi. Yox, Lampard ondan sonraydı. sonraydı. Ondan sonra Tuchel Lampard gəldi. sonra Tuchel gəldi. Bu komandanı Lampard yığmışdı. Tuchel yığmadı. Tuchel sadəcə bu komandaya çempionluq şeyi verdi, ruhu Hadi verdi ki, Temi gedək. Abrahamlar, Mountlar, Amma hamısı. Maresca'nın Chelsea ilə Lampard'ın Chelsea ilə fərq görürsən sən. Həmən
bardaq idi də, yəni. Nəticələrdə də görsənirdi, oyunda da görsənirdi. Yəni Lampard püxtələşmiş məşqçi deyil. Yox, mən deyirəm ki, yəni bu proyekti yaradırdınız da. Zaten proyekt sıfırdan yaranırdı, təzədən yaranırdı bu proyekt. Tami Abrahamlar da Amerikada prezident. Hə. Amerikada vaxt zat lazım deyil. Bu da здесь и сейчас. Mən də onu deyirəm. Maresca da buna konfransı verdi, dünya çempionatını verdi. Yox, Maresca niyə gətirmişdi? Yəni Maresca çempionşipdə də nəsə elədi. Nəyə gətirirsən onu? Yox, Rosinyoru niyə gətirsən? Bu Rosinyorda nə Rosinyoru götürürsən? götürür çünki balaca qardaşını götürürsən də o komandanı. Strasbourg onun farm klubudur da. Yox, niyə götürürsən? Niyə götürür? Çünki indi bu dəqiqə sənin digər hansı məşqçilərlə danışmaq, yəni vaxtın yoxdur. Yaxşı, götür. Mən Promosuna mənim bax, alternativim qardaşım. nədir? Liam Rosinyoru gətirməkdə səbəb bu rəhbərliklər, çünki birazdan biz Manchester United keçəcəyik, orada da alternativ adlar çəkilir də mətbuatda. Bu tip məşqçilər elə məşqçilərdir ki, rəhbərlik baxır ki, mən bura elə məşqçi gətirməliyəm ki, mənim avtoritetimə baş qaldırmasın. Mən nə desəm, soxub onu eləsin, bəyənməsəm başqa birini gətirərəm. Yəni Marescanı gətirirlər, söz soxdu. Conte Chelsea-də idi, çempion elədiyi filan, rəhbərliyi 2 dəfə söz soxan kimi dalından təpiyi vurdular. Ruben Amorim rəhbərliyi söz soxdu, dalından dədilər. Bunlara öz avtoritetlərinə baş qaldıracaq adam lazım deyil. Məncə Brad Rosinyoru çox boba. Mən düz deyim, yenə də başlayacağam part 2. Yəni Strasbourg oyunlarına baxmırdım və prosta Rosinyoru mən futbolçu kimi tanıyırdım da, Hull City'də oynayanda, yəni Brighton oynayanda. Yəni pis oyuncu da deyildi əslində. Ortama oyunçudur. FIFA-da həmişə ondan sol kraya alırdı. Pik qaçırdı. Maksimum referensiya FIFA-dir. Mən Notts County-də gedirdim, belə oyunçular alırdım. Söhbətlə getmə. Keçən dəfə də FIFA oynamağa getmiş yox, o da tərifləyirdi, dedim yəqin partladırdı. FIFA oynadıq ki biz. Biz bir yerdə oynadıq da. Bir yerdə sən oynayamırsan da mən niyə oynayım? Yox, orada elə demirdim. Bax, verlikdə başqa cür deyir. Orada elə demirdim. Söhbət fakt bundan sonra PES oynadım, yenə qazladım da hamımızı da. Nə uduzdun? Sən uduzdun bir dənə. O da birinci oyun idi ona görə. Hə, yaxşı gəlir. Artist. Qonaq idin dedim. Dur. Öz o PES-i birinci dəfə də oynayırdım, heç vaxt oynamırdım. Söhbətlə getməyək. Korоче, Rosinyoru məncə o qədər promo eləyirlər də. Yəni elə promo elədilər Rosinyoru ki, yəni məncə Rosinyorda bir dəfə şey paylaşdım da, story paylaşdım ki, yəni Rosinyorda bir dünya futbolunu çevirə biləcək bir insanın looku var da, vibe var da. Qoqoş brat, özü qoqoşun şeyinə bu kursun brat. Dedi ki, mən Mourinho sözlərini təkrar eləyirdi. Deyir, mən özünə razı təkəbbürlü deyiləm. Sadəcə mən bu işi çox yaxşı bilirəm. İndi bax, Mourinho da deyirdilər də İngiltərədə. Bax, şey deyim, Liam Rosinyor, Maresca'dan uzun qalası deyilçəsi. 2032-yə kimi də kontrakt veriblər. Yəni başdan bəri deyirlər ki, təzminat hazırdır da. Hə, təzminatı ayrı onda qoyublar qırağa ki, bunu 100% bir 30-dan 40-dan bir təzminat verəcəkdir. Amma bu Rosinyor gəlib nə edəcək? Mənə çox maraqlıdır. Heç nə Mənə deyə çox bilmirəm. maraqlıdır görün mən. Amma Strasbourg da bu mövsüm çox belə yaxşı deyildi. Sözünüzü Fransa çempionatında hardakı Lens birinci yerdədir. Strasbourg yəni 8-dədir, 9-dədir, bilmirəm. Zəif idi. Yəni iki fronta oynayır indi. Prosta Lens çox yaxşıdır da. Lens okey də. Lensdan sonra PSG sonra Marseille də oynayır. Yəni Strasbourg heç beşlikdə yoxdur, onu demək istəyirəm. Rəqabəti yaxın belə deyil ha. Hə də bu mövsüm zəif oynayır. İndi mən ona baxmaq lazım. Mən heç nə deyə bilmərəm çünki mən baxmamışam oyunlarına. Ola bilsin ki, okey, o Strasbourgda da yəni yarım ildə, yəni neçə ildir? 6 aydır, 7 aydır Strasbourgda məşqçidir o. Yəni ondan qabaq desən Hull City-də məşqçi idi, yox. Keçən mövsüm yox idi Strasbourgda. Acunun vaxtında Hull City-də idi. Acun da orada Hull City-də idi. Acun da orada hamını qova gedirdi. Türkdür də, FIFA bildiyi heç nə yox. Yəni bildiyi heç nə yoxdur. Menecer gəlib orada Qalatasaray zatdan bezib gəlib indi FIFA-da menecer oynamaqdan bezib klub aldı. Strasbourg 7-dədir indi. 24 halı var. 6-da gedən Rennes'in 30 halı var. Yəni Strasbourg. 7-də Fransa çempionatı Strasbourg getdi, zordur brat. Nantes 16-da gəlir 14 halı var. Bomba kimidir görsən var. Orada burada yaxındır. Yəni mənə elə gəlir ki, Chelsea yəni rəhbərliyində heç o üzü görmürəm, amma azarkeşləri mənə elə gəlir ki, peşman olacaqlar. Bu ən azından Marescanın gedişinə. Mən demirəm, Maresca bomba performanslar göstərdi, dominant futbol oynayırdı. Ən azından böyük başlarla onların oyununa uyğun praqmatik ayaqlaşan bir oyun oynayıb onları saxlamağı bacarırdı. Amma ən azından sən bu işin bu nöqtəsində Marescanı göndərirsənsə, sən onsuz da yanvarda elit məşqçi gətirə bilməzsən. Allah istəmirlər. Sezon sonuna kimi, yox da, yəni normal menecment məntiqi ilə deyirəm. Sezon sonuna kimi sən idarə edəcək birini gətir. Yayda, aprelin sonlarında falan təyin edin ki, biz iyunda kimi gətirək, kimlə yeni bir proyektə başlayaq, yəni uzun müddətli bir plan hazırlayarsınız. Yəni buna gətiribsən 2032 kimi kontrakt vermirsən. Bu adamın da sən bayaq söz dediyin məsələ var ya, yəni Real Madriddə, Manchester Uniteddə bunlara taktika lazım deyil, bura idarəçi lazımdır. Aşağı yuxarı Chelsea də o klubdur. Yəni Rosinyor taktik olaraq nəsə underdoglarla nəsə edib Chelsea idarə edilməyəcək. Yəni okey də Abramovich deyilən şey deyil həmişə.
Abramoviç həmişə elə şey idi. Bax. Məşqçi nəsə olurdu da bas para, da bas para. Sən Mourinho nümunəsi gətirsən. Mourinho Chelsea-yə gəldiyi xapla gəldiyi xap deyir. Adam Porto Çempionlar Liqası kuboku alıb gəlmişdi. Mən Bu nə alıb da bilən yox. Danışılır ki, amma yenə də Mourinho deyirlər ki, sən Sir Ferguson var burada. Mourinho qayıdırdı ki, nə olsun məndə Çempionlar Liqası var. Sonra da ay yaşa. Başqa nə etmirsən sən? Ay yaşa. Yəni məs fərq Farm ondan Liqada ibarət. çempion olmusan. Fərq ondan ibarətdir. Çempionlar Liqası titullu məşqçi ilə bu Kakoyta Qamışyan arasında Yenə fərq də var. indi okey də indi İngiltərə Premyer Liqasında o səviyyədə deyildi. İndi də baxırsan ki, hamısı qamışyəndir də, yəni hep sıxmasın Premyer Liqanın forvardlarına bax, Joao Pedro, Welbeck zad bilet forvardlar bax. Bu forvardlar 10 il bundan qabaq bilet zamində oturur. Welbeck zamində oturmurdu brat. İkinci komandada oynayırdı Manchester United-da. Heç Arsenalda düşmürdü sastava. Mən də onu qaydıram deyəndə, brat, bax şeydir. Liam'a məncə biraz şans verəcəklər, mən belə düşünürəm. Çünki Verməlidir. Yox, vermədilər indi biz deyirik, amma mən deyirəm ki, rəhbərlik verəcək şans. 2-3 il. Mən belə görürəm bunu. Çünki bunlar nəsə deyəsə proyekt düzəlmək istəyirlər. Əslində olan apreldə Frank Lampard gəldi. Buna da 50 milyon təzminat. Lampardın da vəziyyəti yaxşıdır. Hə, bilirəm. Coventry biraz zəifləyib nəsə son vaxtlar. Biraz zəifliyib. Yəni 1-2 də oyunda biraz zəifliyib. O pisdir də, hype çox idi. hype. Lampard üzərində həmişə hype vardı, brat. Nəysə, keçək Obriqamışyənə. Obriqamışyən kluba. Manchesterdə Amorimi qovdu. Ən pik bir sənədir. Ən pik bir sən nəsə, sözü də kəsirəm. Bulet. Mən Uniteddə nə deyim bilmirəm. Bir 5-10 il əvvəl həyatımda üzümü güldürən bir dənə United var. İndi pox eləyiblər bütün mənim həyatımı Bulet. Ən pik şey gördüm mən nə dadı. Comment deyəndə bir dənə bir düşdü qabağıma. Qaqaş yazır ki, belə durur baxır ki. Dedi ki, bunu iş eləməsən, nə edəsən də? Yəni belə geyinmək olar. Adam əlbəttə gələrsən şapalaq. Qırmızı şey. İləski Manchester United oyunçuları belə formada dururlar belə istədə. Belə cırıldım da orada. Başım çıxmır mənim. Amorimin dərsən. Keçən 15-ci yerdə qurtarmısınız, 6-cı yerdəsiz, 4-cü yerlə, yəni top 4-lə 3 xaldı, 2 xaldı fərqiniz var. Bu adamın onsuz da Mbeumosu, Amad Diallosu falan hamısı şeydədir. Arahında idilər. Qaydırlar. Orta sahə almamısınız. Dirəşmisiniz ki, üçlü müdafiə oynayır. oynayır. Bir şey zədəli idi. Zədəli idi, Zədəli. Dirəşmisiniz ki, üçlü müdafiə oynayır. Darren Fletcher gəldi, dörtlü müdafiə oynadı. Nə oldu? Darren Fletcher gəldi oraya. Aloja uduzdu ya bura. Darren Fletcher. Darren Fletcher. Kubokda Michael Carrick danışırlar. Hə, deməli, məsələ nə? O vaxtı qalmalı idi. İndi deyirəm, middle Darren Fletcher 2-dədir də indi. Darren Fletcher 2-3 oyunluq gəlib və sezon sonuna kimi bir məşqçi təyin etməyə çalışırlar. Sulşerdən Carrick'in adı keçirdiyi. İndi Fabricio'nun son xəbərləri elədi ki, rəhbərliklə görüşdən sonra Sulşerin planını bəyənməyiblər. Sulşer nə lazımdır oldu da. Amma Carrick okey. Carrick mən şu ardasa. Mən Carrick'in yanına olsa qayıtmazdım. O ikinci məşqçidir də. Yəni Carrick mən demək istəyirəm ki, Carrick bu dəqiqə yaxşı uğurlu məşqçidir də. Championshipdə Middlesbrough özü 3-cü mövsümdür deyəsən. İkinci yerdə gedir, yaxşı da gedir. Yəni yaxındır Premier Liqa. Qardaşım, Amorim gəlməmişdən qabaq, ya Amorim və Ten Hag gəlməmişdən qabaqda Carrick idi məşqçi. Yox. Sulşer'in köməkçisi idi. Sulşer qovuldu. 2-3 oyunluq o idarə elədi. Hamısını tutdu. O idarə elədi. Sonra da Ten Hag gəldi. Onun adı hallanır. Bildim, Carrick hamısını tutdu. Saxladı. Ona görə deyirəm, onun adı indi ona görə. Amma saxlamırlar. Ya Carrick üçün məncə yaxşıdır ki, getsin bir aşağı bir klubda özünü sübut eləsin, göstərsin, bir uyğunlaşsın. Manchester görünə. Yəni bunlar okey də. Middlesbrough arasında nə fərq var bu dəqiqə? Bu çempionşipdə də Middlesbrough. İstəyirlər ki, get biraz. Yəni sistem belə Praktikaya gələrsən. Yox, nə praktika yığırsan da mövsümün yarısıdır. Olsun sən dostum Manchester United. İmkan bir oynasın da Carrick axıra kimi. Yəni belə şey Timboli bu insan illərdir sən. Timboli bu insan İngiltərənin ən yaxşı akademiyasından çıxıb da. Yəni bu futbolu bilir. Söhbət West Ham'dan gedir də. Bu futbolu bilir də bura. Bu elə belə insan deyil. Bu çıxıb bu bilir hardan çıxır da bura. Biliyorsun tərif. Ay sağ ol, Lampard işte özümüzkilə. Yəni Carrick özdə meydanda çox ağıllı futbolçu idi da. Yəni idarə edən futbolçu idi. Hay biz deyib bu Amorim dedin yaxşı yadmaşdı. Oy bulə. Bu Scholes'du, zatdı bulə. Necə ömrüm bunlar da. Uy belə. Gedirlər də Amorimin başını. Vallahi onlar yedilər Amorimin başını. Çünki uje məncə Glazerlər prosta dözmədilər ki, bu ağsaqqallılar da uje deyil. Yox, Glazerlərin uje işi yoxdur. Bu Redcliffe idarə edir. Glazer pulunu qazanır orada. Redcliffe Timboli, Redcliffe dözmədi. Çıxır. Hər dəfə Scholes çıxır. Bu sizin tərəflədiyiniz Scholes. Çıxır hər dəfə.
Ay yox, bunlar belə biz çıxanda ölür. Ay sən çıxanda akademiyadansan da sən qaqaş. Sən ölməlisən də bu kluba görə. Sən akademiyadan çıxmısan. Sənin yanındakılar da akademiyadan çıxıblar da. Və orada mən demək, bax buradan United azarkeşlərinə də səslənirəm. Bu Manchester deyirsiniz. Scholes deyir ki, mən Manchester üçün oynayırdım. Yox, qardaşım, o Alex Ferguson idi. O da yoxdur. Qurtarın da bu United Alex Ferguson United idi. Siz bir qərar verin. Ya əzəmətli United istəyirsiniz, yoxsa Alex Ferguson Manchester United Yəni bu oyunçular yerində məsəl üçün mən Cunha'nın, Bruno Fernandes'in yerində mən olsaydım, çıxıb Scholes'a bir kəlmə söz deyərdim də 2 dənə final Barcelona'da sən nə edirdin? İmkan və futbol oynayaq da. O 2 dənə Barcelona final çıxdı, Messi'nin dalınca it kimi qaçırdın sən. Nəşə vaxtı girmirdin Messi'yə, bəc üçün oynamadın sən belə. Hala futbolda imkan ver, oynayaq da biz futbolu da. Barcelona deyirəm, Manchester United futbolçularının üstündə də pres çoxdur, bura. Əlbəttə, dəhşət pres. Hamı istəyir ki, yəni Cunha 100 dənə qol vursun. Elə şey var, qardaşım, dorgu oynayır səndə. Hadi bu Cunha yetim dorgu oynayır. Dorgu da odur, brat. İndi Euro'ya 80 milyon vermişsiniz, o deməkdir ki, Euro şeydir, Maldini'dir. Euro. İndi qiymətlər belədir. Chelsea'nin bütün o Çukumekalarda onlar da belə 60 milyon atdılar da hamısı. İndi İtaliyada Ren, Saint-Etienne kimi görür İtaliyir də. Nə indi? Bir dənə sizdə bir dənə qəşəng müdafiəçi var, o da Martinez də yetim bir oyun oynayır, 5 oyun zədələnir. Bir oyun oynayır, 5 oyun zədələnir. Yəni reallıq budur da. McTominay'ni bəyənmirdilər. Nə oldu? McTominay getdi partladır bilə. O qartı üstünə. Casemiro bəyənmirlər. Qardaşım, Casemiro'dur bu. Yəni nəsə alınmırsa, deməli problem nəsə vardı. Ümumi bir problem var ki, ola bilməz ki, hər gələn futbolçu nə oldu? Xoyland qayıt getdi şeyə, yenə vurur, hər şey eləyir. Yəni pis nə oldu? Pullar aldadılırdı. Yəni aldadırdı insanlar. Tipa, biz 80 milyon pul vermişik. Sən vermişsən çünki səni itəliyiblər. Yəni Zirksini heç bir klub 60 milyon almadı. Ona görə Manchester United aldı. Eynisi də Hoylanddan oldu. Amma Hoyland getdi Napolidə Lukaku'nun əvəzinə. O Zirksə də qayıtsa Roma'ya falan. Düzdür, Amorim getdi deyə orada xas olursa Roma'ya gedir də. Yəni orada da gebləbləb kimi gol vuracaq da Zirksə. Nüşeşko vururdu indi qolları. Nüşeşko indi son 3 oyunda 5 gol vurdu. Amorim gedəndən sonra 2 oyuna çıxıb 3 dənə gol vurub. Yəni vururdu. Zaten yenə də Amorim başqa futbolçuları ümumiyyətlə istirdi. Aldınız? Yox. Yox, yenə deyirəm. Heç kim almadı Amorimə. Amorimin futbolunda da problem orta saha idi. Bu Fletcher 4-3-2-1 oynayır, yenə orta saha problemdir. Burnley-ni uda bilmədin. Gəldin burada Kubokda Brighton. Yəni 80 yaşında Welbeck gəldi, sənə gol vurdu. Ferguson dedi ki, mən Welbeck'i Manchester'a buraxmayacağam. Polislə danışacağam ki, yolda tutsunlar onu. Komandamda deyir, oynayanda bu qədər vurdu. 8 gol vurur, 10 gol vurdu Manchester'a gedəndən sonra. Yəni bu problemlər bu Gary Neville hər bir işdə oturur deyir ki, ay Amorim zat. Amma burada imkan ver. West Ham Valencia'da şərhi verdi. Siz nə var o? Yəni siz də futbolçu olmusunuz. Siz belə şeylərə başa düşməlisiniz. Siz niyə Hayküyə gedirsiniz? Bu pressanınız adına işləyirsiniz. Çünki saxtakarlar. Bu adamlar Manchester United üçün yox, Ferguson üçün oynayırlar. 100% var. İndi də Fergie yoxdur. Agentlər ha. İndi də Fergie yoxdur. Bunu kəsərsən. Amma oxşuyur ha doğrudan. Bunu kəsər denli bizim WhatsApp qrupuna atacağım mən. Bu burası orada qalsın. Keçək seriyaya. Heç nə baxmamışam o seriyalara. Mən də vaxt eləyə bilmədim. Bu El Clasico'ya görə Inter Napoli'ni izləmək istəyirəm. Ancaq uzun analizinə baxdım. Valla Inter, mən sözün açığı, İtaliyadan belə xüsusi simpatiyam olan klub heç vaxt olmayıb. Keçən mövsüm ki, sizcə bu Interi 2-dən Milan zarkeş düşdü, çıxartdınız. Canım yandı biraz Interə belə simpatiya. Bu ildə şeydir, Kiyevin futbolu falan mən Interə ləzzət eləməyə başlayır. Ləzzət eləyir. Nəyə ləzzət eləyir? Bomba kimi sən oyuna baxmısan? Yox, oyuna. Napoli sürür də Interə ikinci tayımda. Yox, futbol olaraq demirəm. Ümumiyyətlə bir şeydir, lider gedirlər falan bir gün mən balet. Etsinlər də, keçən mövsümdə gedirdilər. Axırda aldılar da. Axırda bir şey. Amma bu mövsümdə orada mən gözlədim ki, Inter udacaq. Mən burada da demişdim o proqnoz bilmirəm o deyəsən o kəsilən şeydə oldu. Yəni burada mən inanırdım ki, Inter udacaq. Çünki Inter yəni Milan da heç oynadı. Yəni hamı hal itirdi. Yəni sən bir dənə udursan, Napoli'ndə udursan, uzaqlaşırsan 5 hal. Amma sən saydığını say, gör McTominay sayır. McTominay yox. Conte müəllim. McTominay bir dəqiqə birində səhvi var idi. Səhvi var idi. Bəlkə McTominay deyirsən. Birinci gol Interin birinci golda kim orada səhv elədi?
Hələ həmən McTominay idi də. İkinci McTominay. Yox, mən demək istəyirəm ki, Bombardier box-to box-dur. Yəni o səhv eləməlidir də. Conte-da. Əsas beyin De Bruyne yoxdur və Lukaku'su da yoxdur. Sən bilirsən ki, Conte Lukaku'suz elə bir ki, sən nə bilim, oksigen yoxdur komandada. Fikirləri olmuş. Yəni Məncə o sən səhv deyirsən, o səhv yanaşmadı ki, əsas beyin McTominay'dir. De Bruyne beyin zad deyil. McTominay-də əsas beyin, bəli, Həmişə amma də olub De Bruyne. Yəni bilsənəcə, De Bruyne də olanda meydanda, McTominay vəbşə volni xudojnik. Hadi o vəbşə də indi yazır. Amma indi yəni bir dənə McTominay olmasa McTominay'nin Nescafe'dir də, üçü birindədir. Yəni bax da, Inter sözünüzü çox yaxşı başladı. Başladı pres eləməyə, çox belə necə lazımdır, lider kimi özünü göstərməyə başladı birinci dəqiqələrdə və tez də gol vurdu. O həmən səhvdən ani bir dənə hücum, gol əla. Sonra da bir-iki də momenti oldu. Amma Napoli sınmadı, qopmadı, davam elədi, bəli, mübarizə apardı. Yaxşı da gol vurdu. Belə turdava gol necə deyirlər. Elif Elmaz bir dənə pas tat 6 sekund Zomerdə bilmədi necə girdi. Topu heç baxdı, uspet eləmədi. İkinci hissə başladı. Yəni Napoli çox yaxşı başladı oyuna. Yəni Höylandın bir neçə də momenti var idi. Yəni mən gözləyirdim ki, Napoli indi vuracaq, sonra aparacaq oyunu. Dedim vəbşə təcrübələndim. Uydu Napoli olsa o şey olacaq da. Qırğın. Falaldı Napoli. Baxırsa Udinese də uduzur, amma liderləri zadı görsən ki, udur da. Boşum bir dənə cındır penalti gəldi də. Mənə çatmadı bu penaltilərdə. Milanla da oynadı bu penalti verir. Bax, oyunçu topu artıq çıxartdı da şeydən. Yəni top oyunçuda deyil də, yəni. Pası da verdi, onun komanda yoldaşı vurdu qapıya da. Yəni epizod bitdi və komandada avantaj qaldı da. Taptaladı. Qardaş, bu nə penaltidir sən canı? Mən başa penaltilə başa düşmürəm indi. Hadi İtaliyada artıq neçənci dəfədir ki, bu suziya vermədi. Var gedir deyir ki, get bax, məncə o penaltidir. Bu gedir baxır, deyir ki, hə penaltidir. Ay kişi, ay qardaş, bax top məndədirsə, hələ mən topla vidalaşmadımsa, mənə tapdalı, hə razıyam, penalti. Mən verdim, 1-2 saniyə sonra tapdalı. Ay qardaş, nə oldu burada? Heç nə, pası verdim, udar vurdular. Onda belə çıxır ki, udar vursaydı, gol olsaydı onu saxlamalıydı, penalti vurmalıydı, gol sayılmamalıdı. FIFA'da belə penaltilər də verilir həmişə də. Özə orada bir dənə oxumuş, amma şeydə həmişə də paylaşılır. Bir dənə hansı var hakimi var, De Paolo'dur, nədir? Yəni o Milanda eyni epizod olmuş, Fülkürgə keçən tur belə bax, heç nə vermədi. Amma Milana qarşı məsələn o Pavloviçlə şey olmuş Turam orada vermişdi. Inter əleyhinə vermişdi. Amma digər klublar əleyhinə yəni yoxdur da belə temada. Ya o tərəfkeşlik də açıq-aşkar. Okey, indi bilmirəm də bu Suziyanı niyə hələ ki şey zapret vermirlər də bu kazalara. Söhbət bundan getmir. Məncə ümumiyyətlə sucalıq biraz dəyişib. Biz ümumiyyətlə həmişə görmüşük ki, uşaqlıqda da, yəni futbola baxandan bəri, yəni sən qapıçının cərimə meydançası, bir var, opsiya mı cərimə meydançası, bir qapıçının cərimə meydançası. Sən orada da qapıçıya nəinki yaxın, toxuna bilmərsən qapıçıya. Amma indi baxırsan qapıçı çıxır, topa çıxırdı qapıçı. Misal üçün keçən oyunda şeydə penalti verdilər belə. Ariolo topa çıxır, amma Arioldan qabaq Solçuk topu ucu başla çıxartdı da. Ariol çıxır, Solçuk çıxartdı topu, Ariol şeydə Gibbs White'a dəydi. Penalti verdilər. Ki bu Gibbs White'a sən zərər getdisən. Bəs qapıçı çıxır top götürmək istədi. Nə etməlidir qapıçı? Burada problem odur ki, Gibbs White niyə yaxınlaşır? Bu da qapıçıya hücumdur. Ya da Arsenalın penalti uqla boyları. Aston Villa ilə Emiliano Martinez'ə qoyduğu şey Gabriel Magalhaes. Yəni orada nə etməli? Bir dənə qaldı üçün. Hətta o şeydə mənə öz İtaliyada ən çox hələ İtaliyada verilən penaltilərdir onlar. Okey. Mən dedim o da Inter verməzdi oyunu. Hə, verməz. Çünki verməməlidir əslində də. Yəni böyük komandalar belə vəziyyətdə oyunu bir sənə eləməlidir. Qopardırlar da. Konkret yəni oyunu qurutmalı idi, topu özünə saxlamalı idi. Amma Nolan çıxır, bir dənə epizod var. Naves verirlər, top uca çıxmalı. Nolan nə törsə bir dənə Dodanla bir dənə zor pas verdi. Ala orada Di Marco Zalqavski kimsə zaçışdıqda müxtərən kim idi bilmirəm. Ala qaldı o kənarda. Zomer zat bütün zaçda zat qaldı belə bir dənə də kung fu style bir dənə oda Maktomi əla. Yəni doğrudan o Lang çox şey elədi orada. Belə çıxması Maktomi bir dənə prosudar vurdu boş qapıya da faktiki olaraq. Yəni Napoli maliyet bu turdava bir haldır. Napoli 2 dəfə geriyə düşdü, amma qopmadı, qayıtdı və Napoli Inter üzərində oca bir balaca bunun üstünlüyü var. Çünki əgər eyni olsa bunların halları Inter həm udub, həm də neçə oynayıb, deməli o Interdən yuxarıdadır. Sadəcə olaraq indi növbəti turlarda mən bilmirəm indi necə gedəcək gedişat, amma çətin oyunlar olacaq. Sualım ondan ibarətdir ki, əslində
Napoli Inter oynayır. Hər ikisində xal itirdi bu oyunda. Bu fürsət Milan üçün sərfəli bir fürsət idi. Milan da 2 turda xal itirir. Həm biraz bundan danışmaq istəyirəm, həm də sizin aranızda bir qız alış-veriş olub da Filkrug Valensiyadan getdi Milana. West Ham'dan. Mən Valensiyalı alıb keçiyor. Kərim abidən sonra bu 2 oldu deysə. West Ham'dan Milana transfer oldu. İcarə əsasındadır da səhv etmirəmsə. Necə performans istə? Eşitmədi. Yox, nə deyir? Eşitmədi. Podkastda baxarsan. Necə oynadı Filkrug? Filkrug belə deyim də sənə, o İtaliya futboluna mən fikirləşirəm ki, bir xov zaten indi gəlir İtaliya futboluna. Amma yəni Sən də bir xov çıxartdın. yəni amma o bir xov deyil. Oliver bir xov var. O bir sənəcə oyunçudur. Naves elə bir dənə kəllə vurur. Bu İtaliya futbolu deyil də. Sadəcə o bir dənə orada mən gördüm ki, bir dənə babat plusu var ki, o əsl futsal oyunçusu kimi arxası qapıya tərəf topu qəbul edir. Özünə biraz saxlayır. Hə, pas verə bilir. Oyunçuları çıxardır da qol. Əgər sən baxsan, bu Milan nəyə görə udmadı? Birincisi Allegri rotasiya elədi. Məsələn, Leao, Modric, nə bilim, Nkunku filan kəs, yəni Partisaki olsun. Yəni o oyuncular hamısı zamində idi. Niyə Fiorentina udmalı idi? Fiorentina indi bu dəqiqə Fiorentina məşqini dəyişdi. Fiorentina bu dəqiqə yüksəlişdə olan komandadır və səfərdə Fiorentina həmişə öz evində daha doğrusu Milan üçün səfərdə Fiorentina həmişə bir mazğı eləyən komandadır. Hələ belə özünü 3 xalı vermir də sənə. Amma bu Pulisic 2 dənə 100 belə qeydi burada. Fiorentina da elə qırmızı idi. Sən görmüsən şeyləri? Yox, mən prosta Pulisic momentlərini. Bir dənə prosta baxarsan özə əgər görməmisən. Bu qolları, bu momentləri sən necə vurmayasan? Onu deyir. Yəni Pulisic belə şeylərə görə top futbolçu ola bilmir. Yəni Fulkrug bir dənə pas verdi. Pulisic hamını keçdi. De Gea'nı da keçdi. Adam bir dənə vur da. Yoxsa bir dənə qabağa getdim. Getdi dank. Heç qapıya düşmədi. Ştanga dəymədi. Kənardan vurdu. İkinci yenə də momentdə. Yenə də Fulkrug buna verdi. Hamını keçdi. Təqbətə çıxır. O yerdən vurur. Ala 9-da yerdədir bu De Gea. Belə 2 dənə 100%lik sən epizod vurmayanda. Daha onda sənə nə deyim mən? Yəni bir abırçılıq. İkinci hissədə bir dənə momentləri oldu Fiorentinanın qola qədər də. Kəlləli bir dənə Uglavoydan həfsi o. Dedim ki, indi Milan axırı ki, uzacaq da. Amma yenə də 90 vurursa, bir dənə Nkunku yenə də qol. Amma Milan da uduza bilər. Çünki axırıncı dəqiqədə Breşyanın 2 metrdən bir dənə tirə vurdu. Milan uduza bilər də uduzmadı. Yenə də uduzmur, amma udmur da. Çünki Genoa ilə də tez-tezə. İndi Como ilə səfər oyunu çox çətin olacaq. 100%. Sonra Lecce okey biraz peridişki olacaq. Və yenə də Roma səfəri. Yəni biraz çox çətin oyunlar gözləyir Milanı. Ona görə də yəni burada sən görürsən ki, sən bir rotasiya bilirsən kimi eləməli. Genoa oyunu evdə. Sən Fiorentina səfərdə Leao və Modric'də də o vaxt deyil ki, onlara şey eləyəsən. Estupinan var oyunçu. Sən onu Sənin sevimli vəhşi bir sənəcə uzaqlaşdırmalısan heyətdən. Həyatdan hətta deyərdim. Yəni bu adam Milanda məndə top şey var da, flank oyunçuları, cınaq oyunçuları top nə bilim üçlü anti-də top. Bax Emerson Royal biri idisə, Estupinan çox böyük bir fərqlə qabağa getdi. Üçüncü yerdə də Ricardo Rodriguez'dir. Yəni o konstant. Actually konstant. O konstantdır da. O konstantdır da. Yəni konstant Jamel Besba, konstant. Nə bilim Bakay Traore, nə bilim şey var idi, Taye Tayvo. Onlar Armero zat. Onlar Estupinandan, bilirsən nədir? Estupinandan nə bilim. Pərvizdir öz adı, Pərviz. O bir sənədir. Mən dünən şeyə baxırdım. Bizim şərhçinin şərhində baxırdım. Ola bilərdi. Bir dənə o momentində verirsən, vəbşi zor olar. Fiorentina heç bir atakası yoxdur. Bir dənə Naves gəlir, Fiorentina da yoxsa orada. Estupinan bir sənə eləmək istəyir, pas vermək istəyir qapıcıya. Bir sənə Lastiçkana bir dənə kəllə vurdu. Az qala Fiorentina Moisekin zad götürürdü. Bu da deyir, kommentator dedi ki, bu Fiorentina heç belə moment yaratmır. Necə ki, doğrudan bu bizə nə moment idi? Deyirəm, kayfolladı da bu adam. Sonra bir dənə moment oldu. Topu götürdü, biraz qabağa gedir. Elə bir ki, qabaqda oyuncu, sağda oyuncu bir sənəcə pas verdi. Belə 2 ilə pas verdi, belə Gudmundsona düşdü top. Allah Gudmundsson tupoyluq elədi, prosta vurmadı. Yəni bu oyuncu bir sənədir, bombadır da. Nəsə qranatı atdın, Allah kimə verim, özünə qalıb partlayır. Belə oyuncudur da. Yəni bu konkret Bartezaki 18 yaşlı Bartezaki qat ondan səliqəli oynayır. Və bu da Bandera deyək də ona da uzun müddətli, yəni bu proyekt də deyək, yəni rəng daşıyıcısıdır da deyək də. Yəni doğrudan bu konkret, yəni Kalabriyada da onu görmüşük, məsələn, indi Qabia'da görürük onu. Yəni Maldini stilində bir oyuncu formalaşa bilər orada. O da yəni sol flankdan başlamışdı karyerasını. Ona görə deyirəm Estupinanı uzaqlaşdırmaq
Mütləq. Mütləq həmişə Bartazag oynamalıdır. Qalan da indi transferlər eləmək lazımdır da. Transfer demişkən Enkunku Fənərdə sizdə Bu qalır. Yəni özü yoxdur Fənərə. Dünən qol vurdu, biraz yağındakən afisa mən forma yığmışam sonra. Fənər demişkən sən Mən demişkən, sən baxmadın. Baxdım. Baxmısan, oy bu necə? Mən bu həftə 3 oyuna baxmışam. Ya da 4 oyuna baxmışam. Biri Fənərdir, Klasikodur. West Ham'la oyuna baxdım, bir də şeyə baxdım. Bir nə idi? Bir dənə də West Ham. Həftədə 3 dəfə oynayır West Ham. Hə, Nottingham'dan. Əvvəllər həftədə bir dəfə pis olurdu. İndi həftədə 3 dəfə pis oluram da. Bu nə ayda var? Tedesco'ya halal oldu valla. Bax gəldi şeydir, səs vermə oldu, prezident dəyişdi, təzə prezident gəldi. Təzə prezident gəlməli idi ki, başqa Aykut Kocamanı gətirsin, bir təhər qaldı burada. Sağlıqsın saran. Vallahi deyirəm, əgər Fenerbahçe çempionda olsa, Ali Koç nə bilim, aslında özünü orada. Sonra gəldi futbolçusu şeydir, bu Betzat söhbətindən tutuldu. Bir dənəsi adı yadımdan çıxıb, yəni Fenerbahçe futbolçusu. Orada bir dənə deyil, bir kapitan, mapitan hamısı. Sonra klub prezidenti Saadettin Saran narkotikə görə basdılar bir dəfə içəri. Yəni yetim ancaq xaosun içindədir. Tedesco belə deyir də. Ay nə kupu qazanacaq. Qoy Super. üzləri gülsün də. Super Yox, kupa. sonra çempionat da. Və çox da yaxşı oynadı. Canım ki zor idi. Galatasaray yox idi meydanda. Galatasaray ümumiyyətlə Osimhen olmayanda olmur meydanda. Ümumiyyətlə Galatasaray belə Osimhen baxanda ideya yox idi Galatasarayda. Osimhen Osimhen olsun. Osimhenə topu bu da çatdırmaq o var lazımdı. da. O topu çatdırmaq nə var? Topu mən də çatdıraram Osimhenə. Orada yox idi, ataka yox idi. Heç nə yox idi. Osimhen yoxdur da. Osimhen olmasın. Osimhen Ümumiyyətlə gözəl böyük işlər görür Afrikada indi. Dağıdır. Galatasaray çox zəif idi. Real Madrid Barcelona oyununda Vinicius çıxartmaydı, Vinicius olacaqdı. Bax. Eyni şeydir bu. Real Madrid 2 dənə qol vurdu. Vinicius hesabına. Moment olmadı ki, nəsə eləsin. Vinicius hesabına. Aliklə Icardi arasında çox olsa 5 kilo fərq var. Yəni sənin hücumçun o çəki ilə Galatasaray biabırçı vəziyyətdədir. Icardi ikinci golda da onun şeyi idi də. Icardi'nin hamısı yeyirdi burada orada. Osimhenlə belə olmur axı bura. Osimhen, mən deyəndə ki, Osimhen Galatasaray tək daşıyır. Mən ayıq orada başqa oyunçular Saneymar. Eyni moment, eyni vaxtda da Osimhen orada udurdu şeyi. Orada daşıyır orada. Bir də Genduzi, yəni transfer olan kimi doğrudan Gündüzü var idi. Bomba transferi. İlk gol, birinci gol vurdu da. Yox, birinci gol o vurdu. Osterwolde ikinci vurdu. Gündüz oradan çox zor transferdir. Əsl Türkiyə liqasının oyunçusu Gündüz. Ləçər stilindədir. O Lazio'dan gəldi, Felipe Melo transferdir Polyada. Axırıncı Lazio idi, yoxsa Marseille? Lazio'dan gəldi. Stranos Lazio'nu buraxdı bura. Lazio'nu buraxdı. Lazio satdı. Sarri orada özünü cırır deyir ki, Lazio da deyib ki, narahat olma, heç lider getməyəcək. Bu sözdən sonra Gündüzü ilə Castellanos getdi. Mən də onu deyirəm. Sarri deyib ki, sən neyini sana? Conte'dən sual verirlər ki, bəs transfer mövsümündə falan deyir, heç nə deyir, fikirləşmirəm, heç bir planım yoxdur. Keçən illərim dedim ki, bəs heç olmasa olanları saxlayın, transfer eləmək. O söz dedim, deyir, Kıbaran satdılar. Şey adı nədir? O Castellanos da gol vurdu, Gündüzü də vurdu. Yəni normal şeylərdir. Yəni demək istəyirəm ki, çempionatda 3 hal geridədir də Fenerbahçe. On belə getişdə, yəni Galatasaray bu Konyaspor, Monyaspor növbəti tur olmalıdır, brat. Soşun növbəti tur olmalıdır ki, Osimhen olmayana qədər Fenerbahçe eləyə bilər. Yaxın növbəti tur onlarda oyun olacaq. Öz meydanında uda bilmədi də. İndi Galatasaray stadionunda olacaq. Amma indi bir moment var ki, indi o vaxta kimi o Konyaspor, Alanyaspor, nə bilim Allah filan Spor zət onlardan hal etilməyəcək çox Galatasaray. Öz aralarında o vaxta kimi ikisi də getsə normalni son oyun orada olacaq. Amma səhv etmirəmsə məğlubiyyətsiz tək komanda Fenerbahçe də. Fenerbahçe də. Yəni məğlub olmayıb Tedesco. Məğlub olmayıb. Yəni burada məğlubiyyətsiz demişkən bura. Conte'nin Juventus məğlub olmadan çempion olmuşdu ya. Olmuşdu. Arsenal bazarkeşlər niyə belə o Premier Liqada söhbət var. Arsenallar Premier Liqa özəlindədir. Premier Liqada Arsenaldan başqa Invisible var ki. Yox bildim də, yəni bu böyük bir nəticə deyil də yəni. Arsenallar da öz balaca dünyaları var, danışırlar da. Salam uşaqlar necəsiz? Yox Arsenaldan niyə danışmadınız? Adı Liverpool'la onun oyunu idi. Nəyindən danışır? Yox, o post Arsenaldan da yoxsaq da bura. Yaxşı, niyə danışır? Çox danışdığı məncə. Bura Arsenal pikdir bura. No need. Yəni mən son Arsenal'la bitirmək istəyirəm. Bax, Arsenal'la Liverpool oyununa baxdınız, sən baxdınız da. Yəni ikisi də çıxıb bir xalın umuduna. Hətta biraz qələbə üçün oynayan mən sizə deyərdim Liverpool idi. Bir də bir şey söhbət. Kai Havertz false nine başladı da gördün. Mən bu söz deyəndə məni burada eləmişdin. Gördün adam ən prime oyununda Liverpoolda false nine oynadı. Gör indi onun sağında Salah solunda Gakpo olsaydı. Salah da gəlir də. Yəni Frimpong belə. Gəlmir, o da belə bilməsin. Kai Havertz bu çoxdur. Kai Havertz kimdir? Sən Kai Havertz. Sən Kai Havertz deyirsən, doğru. Kai Havertz kimdir o? Sən də hə deyirsən. Kayıfdasan da sən. Ay bu ledim oldu işte. Kistim bana. Sonra Arsenal
Sağ. Kai Havertz deyirəm. Florian Wirtz Forsla Bir oynayır. sağda. Forslayla niyə? Özü yox, Liverpool-əkən yaxşı oynayır. Amma yəni oyun olaraq yəni çox pis oyundu. Asla gündə məşqçidir bilə. Salahın şotuna keçən mövsümdə seyirdi, indi gördüydüm belə heç nə. Yəni Arsenal oyunundan belə çox danışası bir şey yoxdur. Çempiondur. Çempiondular. Manchester Hələ ki, City çempiondular. Manchester City 2 oyunda 2 xal verdi, 4 xal itirdi. Semenyo'nu da aldılar, bilmirəm Manchester City'yə 11-də oldular Exeter'ə. Semen deyəsən debütdə Exeter'ə qarşı olurdu deyəsən debütdə. Həm gol vurdu, həm pas elədi. Prosta çox maraqlı bir dənə şey oxumuşdum, mən tweet oxumuşdum. Qaqaş yazıb ki, deyir City'nin üzərində baskı olan, City oyunları udanda və növbəti turda Arsenal oynayanda və Arsenal üzərində baskı olanda Arsenal oyunları uddu. Nottingham'ın oyunu deyəsən deyir və Wolverhampton oyunda o avtogollar hesabına. Deyir ki, amma City əksinə Arsenal udanda City yəni baskıya dözmədi. Yəni hər iki son 3 oyun deyəsən 1-1 qutardı da hamısında belə. Yox, 2 oyun. 2 oyun. 2 oyun oynadı City. Prosta öz günahıdır Guardiola. Mən dedim ki, Guardiola düzəlib, nə mənim düzəlib ki, Guardiola rotasiya eləmir. Hamı bomboynluq oynasınlar, amma riski götürdü son turda şey deyəndə. Çerkini salmadı, onu salmadı, bunu salmadı, sonra təzədən onları saldı oyunda. Yəni çox yenə həmişə kimi Guardiola da hərdən bir onu tuturdu onu. Xal fərqi çoxalıb, neçədir? 6. Arsenal utsaydı qabağı gələcəkdi. Prosta çox biraz şeydə, prosta Arsenal fanatları məndən inciyəcək. Prosta yəni inciməz filləri nə mənada. O mərhələni keçmişik, rahat danışırsan. İnciməkdə ötürəcək. Yox, mən Declan Rice-ı çox sevirəm də bu oğlanda məndə. Yəni Declan Rice əjdahadır. Mən istəyirəm ki, Declan Rice çempion olsun. Yəni bizdən gedibsə, bu bir komanda gəlsin ki, nəsə tarix yazsın da. Çünki West Ham'da tarix yazdı və Declan Rice yenə tarix yazacaq. Sizin star boyunuzda Declan Rice-dır. Bu Saka'nı bilət Eliyin arası oynaya bilmir futbol. Yəni Declan Rice istəyirəm ki, nəsə qazansın. Prosta bilmirsiniz, bu çox qəribə çempionluq olacaq da. Komandada bombardier yoxdur bura. Komandanın ən yaxşı oyunçusu dayaq yarım müdafiəçisidir. Arsenalın ən çox gol vuran 5-ci futbolçusu biziz ki, avtogollardır. Ən çox gol vuran avtogoldur. Və 5-dir. Birinci yerdə kimdir gedən birinci yerdə? Martinelli. 9 gol. Martinelli yeri gəlmişən cındırdı. Kim? Martinelli. Conor Bradley'e qarşı. Çünki onlar çempion olmadı. Orada bir dənə məlumat göstərdilər ki, City-də çempionluğu oynayır. Yəni Chelsea-nin oyunu göstərdilər və orada Reece James'la belə qucaqlaşıb çıxırlar, meydandan kömək eləyir. Amma burada Bradley zədə aldı və həqiqətən zədə aldı. Birinci topu atdı, biraz üzr istədi. Sonra Bradley düzdür, biraz Bradley orada yüngül var. Elədi Bradley. Biraz meydan tərəfə qaçdı belə ki, vaxt uzatsın, amma həqiqətən zədəsi yəqin var idi. Burada məncə ki, iki tərəf var. Bradley də vaxt uzatmaq istədi. Yəni sən belə ağrıyırsansa, sən ağlından keçməz ki, mən tullanım bu tərəfə. Hər iki klub üçün bir xal sərfəli idi. Arsenalın rəqibi City xal itirib, onsa bir xalda qənimət. Liverpoolun da top 4 rəqabətində Chelsea uduzdu, United bərabərə qaldı, Newcastle 4-3 bir təhərli tutdu. Yəni ona da bir xal sərf edirdi. Yəni mən Emirates-dən bir xalla çıxsam, mən qənimət məntiqi ilə çıxmışdım. Liverpool üçün Liverpool üçündədir də bura. Yəni onlar belə deyirlər də, həmişə də mütəlazidə bəziləri ümumiyyətlə çox adiozne fikirləşirlər. Deyirlər ki, Arsenal Avropanın yaxşı komandasıdır da. Və Avropanın yaxşı komandası bu Liverpool deyir. Bax 2-3 verilişə əvvəl mən bu söz deyəndə sən mənə deyirdin ki, Arsenal heç vaxt belə klub olmayıb, Arteta heç vaxt belə futbol oynatmayacaq. Yəni şeydir, yəni Arteta. Yox, mən səndən razıyam. Yəni mən deyirəm ki, niyə də belə də? Bir çempion bu misal üçün Sunderland olsaydı Arsenal yerinə və Sunderland çempionluq oynayardı. Deyərdin ki, o bu olmalıdır da, yəni Sunderland dedən. Amma sənin heyətin var ki, yəni sən dünyanın ən yaxşı müdafiəçisi səndədir. Dünyanın ən yaxşı dayaq yaran müdafiəçisi səndədir. Dünyanın ən yaxşıları səndədir. Dünyanın ən pis sağ wingeri səndədir. Mən razıyam. Top oyunçular arasında götürsə ən pis, ən zəifi Sakadır. Yəni ilin ilk qəlb ekspresi üçün məncə xeyli bir kalan danışdı. Kalan danışmalıydı da. Yorulmuşdum. Darıxmışdım. Həm darıxmışdım mən də, veriliş çəkmirdik. Bu həftəlik də bu qədər əziz izləyicilər. İnşallah növbəti həftə yenidən bir yerdə olacaq Qərb Ekspresində. İnşallah. Öpürəm, bağrıma basıram hər birinizi. Ümid edirəm ki, siz də darıxmısınız bizim üçün. Çünki kommentləri görürdüm, harda qaldı verilişlər. İnşallah mövsümün sonuna kimi dayanmadan belə davam. Öpürəm, bağrıma basıram hər birinizi. Gələn görüşlərdək.